Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Biz təzəlikcə Bakıxanovda açılan Sinsay mağazasına getmişdik. İstədim sizin üçün də buradan bir neçə görüntü çəkim. Bu mağaza yeni açılıb, amma digər filialından daha böyükdür. 2 mərtəbəlidir və içərisində çeşid də çoxdur. Ona görə bəyəndim. Bəyəndiklərimi də sizinlə bölüşmək istədim. Bir neçə şeyi də özümə aldım. Bu videoda bilmirəm onları göstərmişəm yoxsa yox. Amma ümumi mağazada çeşid çox idi və yeni əşyalar da var idi. Ona görə də çox bəyəndim. Oh, the weather outside is frightful, but the fire is so delightful. And since we've no place to go, let it snow, let it snow, let it snow. Man, it doesn't show signs of stopping, and I brought me some corn for popping. The lights are turned way down low. Let it snow, let it snow. Salam aleyküm. Ne salam aleyküm. Biz fotosesiyadan çıxmışıq. Ella xanımın yanına getmişdik bu dəfə. Çox qəşəng keçdi. Studiya da çox gözəl idi. İmində axırda o səs qışqırma oldu ya. Əsəbləşdi Elazığ bizə. Çünki biz onu oradan çıxartdıq. O qədər qəşəng idi. Elazığ oynamaq istəyirdi. Amma şəkillər çox qəşəng çıxdı. Çox bəyəndik. İndi də gedirik oyun zalına. Getmirik. Elazığ bu gedişdə getmir. Ancaq ağlayır. Baxın buna. Buna baxın. Açdı. Ham 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 yiyir. Biz indi gəlmişik Bakıxanov mola. Burada oyun yeri var, oyun zalı. Saati 5 manatdır. Əlavə kart alırsın. Ay Allah'tan video çəkəndə ben ondan bu video 5 dəfə çəkəcəm. O buzuldur, bu buzuldur. Her şey sanırım video çəkirlər, video çəkim. Əsəbəşdim biraz. Deməli burada biraz Elazığ oynayandan sonra gedəcək yeməyi biraz atışdıracaq. Sonra da evə gedərik. Bir dəfə vaxtım olduqca çalışan belə gedir. Amma əksər vaxt havada vaxt geçiririk. Amma uşaqlar üçün bəzən belə dəyişikliklər də yaxşıdır. Elazığın da xoşuna gəlir çünki. Qəribə bir şeydir. Adam uşağı sevinəndə sən ondan 5 qat çox sevinirsən. O da maraqlıdır, amma toplar çoxdur. Biraz Elazığ kimi uşaqlar üçün topun çox olmağı o qədər yaxşı deyil.
Kimdir ki o? Panasonic. Vay 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 vay. Mən neçə vaxtdır ki blenderimi dəyişmək istəyirdim. Yaxşı deyildi mənim blenderim. Axtarırdım, buranın bir modeli var. Onunla maraqlanırdım. İndi kompakt.com-a gəlmişik. Görək indirimdə bəlkə qiyməti düşərdi. Başqa yerdə 349-a görmüşdük. Görə burada neçədir? Deyəsən 300 manat oldu. Amma stokda yoxdur. Səhv etmirəmsə. Başqa bir gündən hamıya salam. Bugün bizim yeni şənliyimizdir. Ona görə özümə geyim seçirəm. Əvvəlcədən heç nə fikirləşməmişdim. Evdə nə var idisə onları kombin edib bir şey giyinməyə çalışdım. Burada iki seçim var idi. Amma qara olanı giyindim axır ki və daha sonra da keçirəm makyaj eləməyə. Tez bazar necə gəldi biraz makyaj elədim çünki vaxtı az qalmışdı. Ona görə əlimə nə keçdi tez bazar üzümə vurdum. Tez hazırlaşdım. Amma məncə pis alınmadı makyajım. İlk olaraq saçımı açıq saxlamağı fikirləşirdim, amma sonradan fikrimi dəyişdim, yığdım və abadokdan istifadə elədim və bir neçə aksesuar da taxdım. Çalışdım ki, çox bəzənməyim, amma olduğu qədər. Bilmirəm siz bəyəndiniz yoxsa yox. Da yeni aldığım yubqamı giyinmişəm. Sizə keçən videoların birində göstərmişdim. Trendyoldan aldığım. Evdə də bu jaket var idi. Məncə yaxşı alındı. Ayaqqabı olaraq da sadə bir şey seçdim. Kablok heç kim giyinməyəcəkdi. Ona görə mən də çox uzun olduğum üçün giyinməməyə qərar aldım və yerdən bir şey istifadə etdim. Ay maşallah, iri gözlerim, yandım ayağıma, iri gözlerim. Toy meclise, mahna deyip yallı gider ses sese. Yaşmışım bugün bu toy meclise, mahna deyip yallı gider ses sese. Karnalarda Sevgilim yadıma düştü, kahrettiğimiz kilim yadıma. Bizimdi bu yaşlar acılardı bizimdi, bu yaşlar acılardı bizimdi, bu yaşlar. Mən artıq evə gəldim, biraz tez çıxmaq məcburiyyətində qaldım, çünki Elazığ yatıb, oyansa məni istəyəcəkdi. Ona görə biraz tez çıxdım. Yeni şənliyimiz amma maraqlı keçdi. Düzdür, restoranda yemək dadlı idi, amma şou proqram cəhətdən zəif idi. Amma yenə də iş yoldaşlarımızla idi, maraqlı oldu, dedik, güldük, əyləndik, oynadıq. Belə, dediyim kimi biraz tez çıxdım. İndi də gəlmişəm evə, tez oturacağım, bu videonu editləyəcəm ki, sizə qısa da olsa vlog çatdırım. Bu aralar biraz videoları zəiflətmişəm və izlənməm də düşüb. Bu biraz mənim keyfimi pozur. Amma inşallah qısa da olsa vloglar bölüşməyə çalışacağam. Yorğun olsam da indi oturum bu videonu editləyim. Bu arada hamınızın yeni ilini təbrik edirəm. İnşallah uğurlu il olar, düşərli il olar.
26 yadımızda ən gözəl xatirələrlə qalar. Bu qədər, özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşmək üzrə. Əgər vloqu bəyənsəz, o zaman kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.